İmtahandan çıxan uşaqlar, rəylərdə yazın görək imtahan necə keçdi, ümumi səviyyəsi necə idi? Ən çox hansı tip suallarda çətinlik çəkdiniz? Bunları yazın, rəylərinizi cavablandıracağam. Bilirsiniz ki, 3-cü qrupların riyaziyyatı adətən zəif olur, riyaziyyatdan çox qorxurlar. Mənim 3-cü qruplarım riyaziyyatı Azərbaycan dilindən yaxşı yazıb. Şagirdlərim imtahandan çıxandan bəri o qədər gözəl mesajlar, o qədər gözəl səslər atırlar ki, onlardan birini paylaşacağam. Şagirdlərimdən biri deyir ki, mən elə hiss edirəm ki, artıq hal-hazırda universitetdəyəm. Əgər siz də artıq universitetdəymiş kimi hiss etmək istəyirsinizsə, hələ gec deyil. Qəbul sürət qruplarıma qeydiyyat davam edir. Gələn həftədən etibarən qəbul sürət qrupumla dərslərə başlayırıq. Dərslər tam sıfırdan, naturaldan etibarən sırf qəbul imtahanına düşən tipli suallar üzərində işləyəcək, əlyazma qeydlərin qruplara göndəriləcək. Əgər siz də qısa müddət ərzində nəticə əldə edən abituriyentlərimdən biri olmaq istəyirsinizsə, mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinif və qəbul surət qrupu yazın. Sizə bu səsi atıram ayın 9-u, birinci zonal imtahanıdır və inşallah məndən 15 imtahan verəcəm. Səsin görürsünüz ki, çox kövrək gəlir. Səbəbi də odur ki, bu günləri sualları açdım, təsəvvür edin ki, bütün sualları siz bilirsiniz. Təsəvvür edin ki, kitabda siz onu əlavə izah edirsiniz. Necə sevindim, sevincim həqiqətən həddi yox idi. O qədər şanslı biriyəm ki, necə deyimsə çox minnətdaram. Bax, valideynlərimizin çəkdiyi əziyyət bir yana, öz çəkdiyimiz bir əziyyət bir yana. Amma müəllimlərin çəkdiyi əziyyət çox fərqli olur da. Elə müəllim var ki, o səhv izah edir, elə müəllim var ki, başdan izah edir. Sizə çox minnətdaram. Yaxşı ki, sizi tanımışam gec də olsa. Artıq başa düşürəm ki, mən universitetdəyəm də hal-hazırda. Bax, özümə hiss edirəm. Niyə? Əsas riyaziyyat sualları bilməliyəm. İkinci qrupam. Mənə 250 bal verir. İnşallah sizə xəbərlər verəcəm. İnşallah birinci buraxılışdan 70 keçmək diləyinə. İnşallah yaxşı olacaq. Sizə çox minnətdaram.